Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Usta və Zəhmətkeş Ayı adlı İtalyan nağılını danışacağam. Dağların yamacında zəmi ilə meşənin birləşdiyi yerdə bir usta yaşayırdı. Bu usta əkin-biçinlə məşğul olmazdı. Onun sənəti boyunduruq düzəltmək idi. Boyunduruğun nə olduğunu bilirsinizmi? İnsanların öküz, at kimi qoşqu heyvanlarının boynuna taxıb arabaya qoşduğu alətə boyunduruq deyirlər. Bu usta da həmin boyunduruqdan düzəldər, bütün ətrafdakı kəndlərin sakinlərinə sataraq yaxşı pul qazanardı. Hər dəfə meşəyə gedər, işinə yarayan budaqları kəsər, onları əyər, bükər, qurudar və boyunduruqlar hazırlayardı. Meşə heyvanları tez-tez gördükləri və onlara zərər verməyən bu ustadan qorxmazdılar. Gələndə qaçıb getməzdilər. Üstəlik onlara yeməyə nəsə verdiyi üçün tez-tez evinin yanından keçərdilər. Hətta bir ayı ustanın həyətindəki hasarın dibindən heç ayrılmazdı. Əlləri qızıldan olan ustanın ağac üstünə naxış vurmağını heyranlıqla seyr edir, özü də belə işləri görmək üçün can atardı. Günün birində ayı ustanı təqlid etməyə qərar verdi. Onun həmişə ağac kəsdiyi yerə gedib budaqları qopardı. Onun etdiyi kimi forma vermək istədi. Lakin ağac budaqları hər dəfə əyiləndə qırılırdı. Ayı xeyli budağı qırıb atdı. Amma heç birindən boyunduruq hazırlaya bilmədi. Bezib ustanın daxmasına getdi. Usta, bu işi mən niyə bacara bilmirəm? Halbuki səni aylarla izləyirəm. Etdiyin hər hərəkəti əzbərləmişəm. Hansı ağacları necə istifadə edəcəyimi də bilirəm. Amma nə qədər cəhd etdim, alınmadı. Usta təbəssümlə dilləndi. Ayı, peşə kənardan baxmaqla öyrənilmir. Çoxlu işləyib, səbirlə, inadla cəhd edəcəksən. Sənin qüsurun səbirsizliyindir. Ağaca dərhal forma vermək istəməyindir. Halbuki ağac budaqları yavaş-yavaş onların müqavimətini hiss edərək bükməlisən. Sonra o şəkildə qurumağa qoyacaqsan. Bu sənə uyğun bir iş deyil. Çox səbirsizsən. Gəlsən bu işdən əl çək. Amma ayı əl çəkmədi. Səbirlə ustanın çalışmağını izləyərək daha yaxşı öyrənməyə cəhd elədi. Axır ki, ustadan da yaxşı bir boyunduruq düzəltdi. Aparıb göstərəndə usta boyunduruğa heyran qaldı. Ayı da düzəltdiyi o qüsursuz boyunduruğu ustaya hədiyyə etdi. Usta razılığını bildirdi. Gördünmü? Əl çəkmədin. Əziyyətə qatlaşdın. Çox çalışıb bacardın. Axırda uğur qazanmağın yolunu tapdın. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.